Baktı üçün Ekber'inin Mize'de Leyla üzüne. Kalbide yine behane var, şuur o eşk aşıkane var, dilde böyle hoş terane var. Ay müminler, Hazreti Ali Ekber gecesi edirik. İmam Səccad aleyhissalam buyurur ki, kızdırma içindeydim, yanırdım kızdırmadan. Hiss elədim ayaqlarımın altından kimsə öpdü. Kimsə öpdü ayağımı. Ay cemaat, Həzrəti Əli Əkbər İmam Səccaddan böyüdü ya yaşda. Ama o imam da axı. O yaşda da böyük olsa, onun vəli əmri odur. Gözlərimi açmaq istəyirdim, gördüm ayağımdan öpən əllərimi öpdü. Baxdım böyük qardaşım Əli Əkbərdir. Gördüm başında Peyğəmbərin əmmaməsi əynində ziri. Dedim nə haldı belə. Qucaqladı məni, hər ikimiz ağladıq. Hər ikimiz ağladıq. Gəldi bibiləri sağollaşmağa, bibilərinin əlindən öpdü. Xanım Zeynəbə buyurdu ki, İrhəm qurbətənə, bizim qəribliyimizə yazığın gəlsin. Xanım Zeynəb dedi, bizim qəribliyimizə yazığın gəlsin. Dedi, bibican, atamın qəribliyin görməyə taqətim çatmır. İmam Hüseyin əleyhissalam əllərin qaldırdı göyə. İlahi, Peyğəmbər üçün darıxanda onun üzünə baxırdıq. Getdi meydana. Qarşı tərəfdə qoca sahabələr var idi. And içdilər, Peyğəmbər dirilib gəlir. Dedilər, yox, Əli ibn Hüseyndir. Tək-bətək bacarmadılar, dövrəyə aldılar. Arxadan hücum elədilər. Arxadan başına qılıncla zərbə endirdilər. Nizəni arxadan kürəyinə sancdılar. Ta yıxıldı atın üstünə. Çətin yeri burasıdır. Yıxıldı atın üstünə, bax. O qədər qılınc vurdular. At xeyməyə tərəf qaçmaq əvəzinə qaçdı orduya tərəf. Girdi ordunun içinə, Allahu Əkbər, qoşuna tərəf. Tökülüşdülər yüzlərlə adam. Hamısı qılınc zərbəsi ilə vurdular. Qətəuhu irbən irban. Tikə doğradılar, tikə doğradılar. Qışqırdı ata, mən getdim, xuda hafiz, xuda hafiz. Fizzə deyir və ca'əl Hüseyin kəssəqr. İmam Hüseyin qartal kimi özün yetirdi. Və cələsə alə turab, oturdu torpağın üstündə. Və bədə xəddi alə xəddi. Üzün qoydu onun üzünün üstünə. Və qalə buləyyə, buləyyə, buləyyə. Oğlum, oğlum, oğlum. Və alə dünya bə'də gələfan. Senden sonra kül dünyanın başına her yekber. Bir qadın surətlə çıxıb imamə tərəf gəlib qışqırdı. Ay qardaşım, ay qardaşımın oğlu. Özünü atdı Əli Əkbərin üstünə. İmam Hüseyin gördü bu gələr. Xanım Zeynəb selamullahi aleyhadır. Xanım Zeynəb Həzrəti Abbas'a səsləndi. Abbas, qardaşıma ürək dirək ver Abbas. Çağırdılar Bəni Haşimin cavanların ki Əli Əkbəri xeyməyə aparsınlar. Götürmək istədilər, gördülər, götürə bilmirlər. Əlindən tuturlar, əli çıxır, ayağından tuturlar, ayağı çıxır. Əli Əkbəri tikə-tikə doğramışdılar, çarəsiz qaldılar, yığdılar Həzrəti Əli Əkbəri əbanın içinə.
Gördülər İmam Hüseyin qalxdı ayağa, təzədən yıxıldı yerə. Girdilər Həzrəti Seyyid-i Şühadanın qoluna, gətirdilər xeymələrə. Həzrəti Əli Əkbəri xeyməyə gətirəndə uşaqlar başa düşmədi, çünki əbanın içindəydi Həzrəti Əli Əkbər. Amma İmam Hüseynin bir qızı La ilahe illallah Rüqeyye la ilahe Gördü əbanın arasından görünen çəkmələrə gözü dəydi əbanın arasından. Çəkməsindən başa düşdü bu Əli Əkbərdir. Qışqırdı baxa baxa baxa. Ya Hüseyin, ya Hüseyin, teşneyem meye kerem ve zair olmasam herem ve ağlaram yanmam, ağlaram yanmam. Ney misali nale ederem, görmesem o kabri ölerem. Otlanıp yanmam, otlanıp yanmam. Rahmet bu lalane, bu çeşmi giryana. Yandım naride bu hicrana, hicrana.